Yəni Arsenal bu oyunu apara bilərdi əslində. Arsenal çempion ola bilərdi. PSG favoritdir. Hamı bunu bilir ki, PSG başqa səviyyədə futbol oynayır. Level tam başqadır. Amma oyunun elə bir hissəsi oldu ki, yəni Arsenal şans düşmüşdü də. Əvəz etmələr oldu Paris Saint-Germain-də. Çünki Paris Saint-Germain oyunçular öz mövqeyində oynamırdılar. Vitinha çıxdı, elə overtime-da, nə bilim, Marquinhos çıxdı. Bundan istifadə eləmək olardı. Arsenal elə qorxur oynamağa. Bundan oyanası yoxdur. Niyə oynamayasan? Və mən indi belə deyim, mən indi burada Arsenal azar keçdi elədim ki, yəni istəyirdim ki, çempion olsun. Amma layiqli olan PSG idi. Bunu hamımız çox gözəl bilir. PSG-nin çempion olmasına görə pis olmuram. Amma Arsenal nəsə eləməli idi də. Yəni şans var idi əlində. Bunu niyə eləməyəsən? Niyə belə qorxaq oynayasan? Arsenal bu finalda qalib gələ bilmədisə, bu qədər daha qorxaq və aşağılıq bir nöqtədə görünsə, məncə bunun səbəbi Mikel Arteta'nın özüdür. Yəni okey, sən Martinelli'nin dediyin, Bukayo Sakası olsun, Trossard olsun, bu adını sadaladığım wingerlər, hansı ki bunlar hücum futbolçularıdır, hücumda o qədər də effektiv görünmədilər. Amma məncə hamımız razılaşarıq ki, işin müdafiə tərəfində çox yaxşı idilər. Aysa. Yəni ilk oynadığı dəqiqə ərzində Trossard müdafiəyə çox möhtəşəm qatqılar verdi. Onu əvəzləyən Martinelli yenə o səviyyədə qatqılar verdi. Bu futbolçular onlara verilən öhdəlikləri deməli bir şəkildə meydanda icra edə bilirlər. Hərçənd ki bunlar hücum futbolçulardır, müdafiəyə belə o səviyyədə qatqı verə bilirlər. Deməli bunlara sən öz mövqelərində tapşırıq versən, bunlar o işi icra edə bilər. Deməli sən içəridə bunu eləmirsən artıq. Bu artıq sənin şəxsi qorxaqlığındır. Sən belə deyim sənə. Luis Enrique'dən qorxursan artıq.